Salam aleyküm. Baxın, bu Bolt şirkətinin maşınıdır. Bu da sürücüsüdür. Üzdən çox çəkmirəm ki. Bu gətirib müştərini, gəlib müştəriyə çatır. Müştəri bu aynonları yığıb maşına. Bu hamısı içi boş zibillərdə, boş karobkalar. Yəni belə deyim, açıb hamısına baxmışıq bircə. Deyib kargo şirkətində işləyirəm, oturub maşına. Bunları da saxlayıb, gəlib ünvana çatıb, birinci ünvana. 2-3 ünvan vurub. Birinci ünvana çatıb, sürücüyə deyib ki, bəs 23 manatın yoxdur. Mən o müştəriyə pul qaytarmalıyam zdat. Orada mənim çörək pulum da var da, yəni. Belənçiyib. Sürücü də inanıb, baxmayıb da indi maşına ki, maşına qoyduqları nədir bu sumkalar, inandırıcı gəlib də. Yəni, yoldaş sürücülər, sizə görə deyirəm mən. Yəni, bax, qardaşdan 23 manatda alıb, elə çıxıb. Bura Pasyolka ərazisidir, parkın yanıdır. Elə gəlib burada da saxlayıb, belə bir şey olub. Deyirəm ki, xəbəriniz olsun. Gör nə qədər. Gör ya, zibildir, zibil, heç nə yoxdur. Gör bu karobkalardır, boş karobkalar hamısı. Hamısı boş, buna bax. Şeydir, xarab o zibilə atılmış şeylərdir. Nədir adı, işıqların şeyləridir hamısı. Xarab qapaqlarıdır hamısı. Yığıb o, gətirib sürücüyü, belənçi zibilə salır.